Herkese salam. Bugün sizlerle beraber informatika 1. sınıf dersliyini işleyeceğiz. Onda başlayalım. Ama ilk önce kanalıma like atmayı, abone olmayı ve bildirimler açmayı unutmayın. Deməli, şərti işarələr. Mövzuya maraq yaratmaq üçün gündəlik həyatda rast gəldiyimiz vəziyyət və hadisələr təsvir edilir. Şəkillərə aid sual və tapşırıqlar verilir. Bilik qutularından yeni biliklər və məlumatlar əldə etmək olar. Fəaliyyət blokunda bacarıqlı əsaslanan tapşırıqlar verilir. Tapşırıqlar fərdi, cüt, yaxud qrup, komanda şəklində yerinə yetirilə bilər. Öyrəndiklərinizi tətbiq etməkdə sizə yardım göstərəcək. Tapşırıqların yerinə yetirilməsi zamanı verilmiş nümunələr faydalı olacaq. Əşyanın təsviri və müqayisəsi. Əşyanın əlamətləri, əşyanın rəngi və forması. Masanın üstündə hansı əşyalar var? Deməli, çanta, kitab, qələm, işıq, rəngli karandaşlar, yolan, ondan sonra pozan, xəttkeş, alma, qayçı və başqaları. Hansı əşyaların rəngini tanıyırsınız? Çanta bənövşəyi rəngdə, zamokları, yəni zamok yerləri, fərqli bölmələri qırmızı rəngdə, sarı və mavi rəngdədir. Dəftərlər yaşıl, bənövşəyi, sarı, yaşıl, qırmızı rəngdədir. Bir kitab var, mavi rəngdədir, qırmızı almadır. Pozan qırmızı, mavi rəngdədir, xəttkeş sarı rəngdədir. Fırça həm qəhvəyi, həm də boz rəngdədir. Karandaşlar qırmızı, mavi, yaşıl, sarı, bənövşəyi, narıncı rəngdədir. Dəftər yenə qırmızı rəngdədir. Yontan isə bənövşəyi rəngdədir. Sinif otağınızda bu rənglə olan əşyaları söyləyin. Siz bunlara baxıb söyləyəcəksiniz. Amma yenə də mən deyim. Məsələn, ağ lövhə, qara lövhə, ağ pərdə deyə və s. deyə yazacaqsınız. Hər əşyanın müəyyən rəngi və forması olur. Gördüyünüz kimi topun rəngi sarı, forması dairə. Lövhənin rəngi qara, forması kvadrat. Papağın rəngi narıncı, forması konus. Yumurta ağ rəngdə və forması isə dairədir. Eyni rəngdə olanları göstərin. Deməli, burada pomidordan alma eyni rəngdədir. Bir də limondan banan. Hansı bayraq fərqlidir? Təbii ki də 4-cü bayraq, 3-bucaqdır. Hansı şəkil fiqurlardan düzəlib? Deməli, quşun qanadı dairədən düzəlib. Ayağı 3-bucaqdan, quyruğu 3-bucaqdan, ağzı 3-bucaqdan, gözü dairə və qalan hər şey dairədən düzəlib. Şəkillər arasında 5 fərqi tapın. İlk fərq damındakı pəncərəcisidir. Biri dairə, biri isə 3-bucaqdır. İkinci isə bu fərqi var. Gördüyünüz kimi ikisi də fərqlidir. Üçüncü fərq pəncərədir. Biri dairə, biri isə kvadratdır. Dördüncü fərq evin rəngləri. Beşinci fərqi isə siz yorumlara yazın. Əylən öyrən. Yoldaşınıza əşyanın formasını söyləyin. O isə otaqda həmin formalar əşyanı tapmalıdır. Oyunu növbə ilə davam etdirin. Əşyanı tapa bilməyən uduzur. Bunu siz məktəbdə eləyəcəksiniz dostlarınızla. Əşyanın forması və rənglə bölmələrində verilmiş tapşırıqları yerinə yetirin. Əşyanın hissələri və hərəkəti. Uşaqlar nə edirlər? Uşaqlar oyuncaqlar oynayırlar. Oğlan maşının hansı hissələrini söküb? Oğlan təkərlərini, yenə bir təkərlərini və qum və s. daşıyacağı yeri. Burası isə bagaj adlanır. Bu hissələr nə üçün lazımdır? Bagaj, dediyim kimi, böyük maşınlarda qum, daş kimi böyük əşyaları daşımağa yarayır. Təkər isə maşının getməsinə. Tanqramın hissələrində aşağıdakı heyvanın fiqurlarını düzəldin. Bunu siz özünüz kağızla yapışdırıb keçib düzəltəcəksiniz. Burada sual veriləcək bir şey yoxdur. Nümunə, gəmi. Gəminin hissələri. Deməli, gəminin pəncərə hissəsi var. 2 dənə bayrağı, bayrağını tutan o çubuq, yenə bir bayraq var. Bu tam
öz bayrağıdır. Məsələn, birisi sarı seçə bilər, birisi qırmızı seçə bilər, birisi narıncı seçə bilər. Bu yəni onun istəyinə bağlıdır. Bu isə gəminin pəncərənin üstündəki hissəsidir. Hər bir canlı cansız xas onun hərəkətləri vardır. Pişik nəyə görə oynayır, yeyir, tullanır və yatır. Topla nə edirlər? Topu hava ilə doldururlar, topla voleybol oynayırlar, topla futbol oynayırlar. Tapşırıq 1. Hər canlıya xas olan hərəkətləri söyləyin. Sərçə uçur, ördək üzür, yılan sürünür, pişik hoppanır. Bu evin hissələri hansı dairədə düzgün göstərilib? Deməli, ikinci dairədə gördüyünüz kimi pəncərələr kvadrat, qapı narıncı və kvadrat, ev kvadrat, üçbucağı isə damıdır. Şəkillər arasında 4 fərqi tapın. Birinci fərq, gördüyünüz kimi burada zincir yoxdur. Birinci fərq budur. Mən hətta işarəliyim. Bəlkə sizə çətin olar. Birinci fərq zincirin olmaması. İkinci fərq gəminin rəngi. Baxın, görürsünüz, bu hissəsinin rəngi fərqlidir. Üçüncü fərq bu borunun. Burada işarəliyim. Bu borunun fərqli olması. Biraz balaca işarəliyim. Dördüncü fərq gəminin bu hissəsinin pəncərəsi çox olması. Və bitdi. Əylən, öyrən. Yoldaşınızla hər hansı bir əşyanın adını söyləyin. Sonra isə bu əşyaya aid olan və olmayan müxtəlif hissələri sadalayın. Yoldaşınızı söylədiyi hissələrdən əşyaya aid olanları tapmalıdır. Onu növbə ilə davam etdirin. Əşyanın tərkib hissələri tanqram və konstruktor bölmələrində verilmiş tapşırıqlarla yerinə yetirin. Əşyanın təsviri. Hündür sarı rəngdədir. Orada insanlar yaşayır. Qız hansı evi təsvir edir? Təbii ki də ikinci evi hündür və sarı rəngdədir. Həmin evin damına rəngdə də qırmızı. Əşyanın rəngi, forması, tərkib hissələri və hərəkəti onun əlamətidir. Əşyanı təsvir etmək üçün onun əlamətlərini söyləmək lazımdır. Fəaliyyət. Otaqdakı əşyaların birini fikrinizdə tutun və onun əlamətlərini yoldaşınıza söyləyin. O, həmin əlamətlərə görə əşyanı tapmalıdır. Əşyaları fərqləndirmək üçün onların əlamətlərindən istifadə etmək olar. Dairəvi forması var, qırmızı rəngdədir. Kvadrat forması var, göy rəngdədir. Əlamətləri söyləməklə əşyanı tapmaq olar. Dairədir, top, pomidor, alma, günəş. Dairə və qırmızı rəngdədir. Pomidor, top və uşaqlar bununla futbol, voleybol oynayırlar. Cavablı top oldu. Qırmızı yüngül, yumru əşyanı tapın. Deməli, birinci qırmızı. Qırmızıları yadımızda saxlayırıq. Deməli, bu və bu. Yüngül deyil, yüngüllər. Deməli, alma və kitab yüngül deyil. Qaldı tükran balon. Yumru qaldı balon. Cavab balonmuş. Yəni şar imiş. Göstərilmiş əşyaların hansı əlamətləri günəşə uyğundur? Deməli, sarı rəngdədir. Burada sarı rəngli limon. Günəş onsuz da istilik verir. Bir dənə də top uyğun gəlir. Top da dairəvidir deyə. Yanaşı olan fiqurları müqayisə edin. Onların oxşar və fərqli əlamətləri hansılardır? Deməli, ilk öncə dairələri müqayisə eləyək. Onlar kvadratın içindədirlər. Bu bir oxşardır. Fərqli isə kvadrat fərqli rəngdədir. Eyni şəkildə dairələrdir. İndi bu ikisinə gəlirik. İkisi də dairənin içindədir. İkisində sarı rəngdədir. Bu oxşardır. Fərqli olan isə kvadrat mavidir və üçbucaqdır.